Azərbaycanda ilk dəfə ölkədə yetişdirilən samuray arıları təbiətə buraxılıb. Aqrar Xidmətlər Agentliyinin laboratoriyasında yetişdirilən faydalı həşəratların ilk partiyası Zaqatala rayonunda qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə məqsədi ilə sahələrə buraxılıb. Layihə Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə həyata keçirilir. Bioloji mübarizə tədbirlərinin ilk mərhələsində iyulun əvvəlində Türkiyədən gətirilən 20 min samuray arısından 120-si çoxaldılması üçün laboratoriyada saxlanılıb. Qısa müddətdə onların vasitəsilə 3000 samuray arısı yetişdirilib və ilk dəfə təbiətə buraxılıb. Yerli laboratoriyamızda, Gəncə şəhərində yerləşən laboratoriyamızda istehsal olunan bağacığa qarşı samuray arısını təbiətə buraxırıq və gələcəkdə planımız odur ki, artıq ölkədə bir neçə laboratoriya, belə bir laboratoriya yaradılsın və həmin o laboratoriyada növbəti il üçün hədəfimiz 100 min ədəd samuray arısını istehsal eləməkdir və bioloji mübarizənin tətbiqi beynəlxalq təcrübədə də geniş tətbiq olunur. Və düşünürük ki, biz də qonşu dövlətlərlə paralel olaraq həm Gürcüstan, həm Türkiyə ilə yanaşı biz də bioloji mübarizəni tətbiq eləyək. Buraxılışlar zərərvericilərin yayılma arealı, monitorinq nəticələri və yerli təsərrüfatların ehtiyacları nəzərə alınmaqla həyata keçirilir. Məqsəd samuray arılarının təbii mühitdə yayılmasını təmin etmək, qəhvəyi mərmər bağacığının çoxalmasının qarşısını almaq və populyasiyasını mərhələli şəkildə azaltmaqdır. Aqrar Xidmətlər Agentliyi gələcəkdə də bioloji mübarizə imkanlarının genişləndirilməsini və yerli şəraitə uyğun ekoloji təhlükəsizlik metodlarının tətbiqini davam etdirməyi planlaşdırır. Verilişimiz davam edir. Fermerin real dostuna baxanları bir daha salamlayıram. Əziz tamaşaçılar, hörmətli zəhmətkeşlər. Maraqlı və aktual bir mövzuya toxunacağıq bugün. Söhbət bitki mühafizəsi vasitələrindən və agrokimyəvi maddələrdən düzgün və doğru şəkildə istifadədən gedir. Bu çox vacibdir. Kənd təsərrüfatıyla məşğul olanlar bilir ki, ümumiyyətlə bitkiçilikdə bu istiqamətin önəmi onlar üçün nə dərəcədə vacibdir. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumu olan Aqrar Xidmətlər Agentliyi kifayət qədər işlər görür. Hansı işlər görür? Bax, bu haqda danışacağıq. Elə qonağım da Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmovdur. Cəfər müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Xoş gördük, Ruslan müəllim. Təşəkkür edirəm dəvətiniz üçün. Cəfər müəllim, söhbətimizə keçmək istəyirəm və girişdə də qeyd elədim. Ələxüsusda son dövrlərdə təbiətdə və aqrar sahədə müxtəlif zərərvericilərin populyasiyasına biz rast gəldik və bu kifayət qədər nəzərə çarpacaq dərəcədə artıb. Bunun təbii olaraq artımı fermerlərə nə cür təsir edir? Kənd təsərrüfatı ilə məşğul olan insanlar bununla nə cür mübarizə aparsınlar və hansı tövsiyələriniz var? İstəyərdim ki, növbəli mərhələli şəkildə suallarımı cavablandırasınız. Buyurun. Təşəkkür edirəm, Ruslan müəllim. Düz qeyd etdiniz, son dövrlər biz xəbərləri də izləsək, mətbuatda da tez-tez rastımıza çıxır. Bu və ya digər zərərvericilərin, həşəratların populyasiyalarının artması ilə bağlı, istər bu çərkələr olsun, istər qəhvəyi mərmər bağacığı olsun, son aylarda da Amerika kəpənəyi kimi karantin hesab edilən, xüsusi təhlükəli hesab edilən zərərvericilərin populyasiyalarının inkişafının artmasını müşahidə edirik. Bu kimi xəbərlər də çoxalmaqdadır. Bu, ümumiyyətlə qeyd etmək istərdim ki, diqqət yetirsək, iqlim dəyişikliyi ilə bərabər baş verən bir hadisələrdir. Və bu adını çəkdiyim zərərvericilər eyni zamanda həm Azərbaycanda artıq mövcud olan, misal üçün çərkə kimilərlə bağlı çərkələr var. Eyni zamanda Azərbaycana yad olan, gəlmə, işğalçı zərərverici hesab edilən qəhvəyi mərmər bağacığı kimi zərərvericilər də var. Başqa sözlə desək, dəyişən iqlim dəyişiklikləri fonunda zərərvericilərin də inkişaf dinamikası, populyasiyası artır, azalır. Dövrü olaraq izlədikdə həm daim nəzarətdə saxlanmalı amillərdir. Odur ki, biz də buna qarşı çevik olaraq mübarizə tədbirləri həyata keçirməkdəyik. Hansı mübarizə tədbirləridir? Bax, gəlin biraz da bundan danışaq. Zərərvericilərin çoxalması təbii ki, fəlakətə gedib çıxardır. Biraz daha da həyəcanlı səslənsə də
və fermer üçün, təsərrüfat üçün və ölkəmiz üçün təbii ki, acınacaqlı nəticələrə gətirib çıxarda bilər. Biz bununla bağlı dəfələrlə sizlə, digər mütəxəssislərlə danışmışıq, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarından. Bunun üçün də qarşısını vaxtında almaq lazımdır. Bu tədbirlərin miqyasının qarşısını almaq üçün hansı tədbirləri və nə cür həyata keçirirsiniz? Ümumiyyətlə zərərverici xəstəliklər olsun, bu kənd təsərrüfatında ilk ağla gələn mübarizə vasitələrindən kimyəvi pestisitlər, preparatlar ağla gəlir. Çünki fermerlərimiz bu istiqamətdə ənənəvi olaraq öyrəşdikləri bir vasitədir. Həmən çevik nəticə əldə etmək üçün bəzən fərqinə varmadan, bəzən fərqinə vararaq kimyəvi preparatlardan istifadə edirlər. Amma bunun ziyanı da çoxdur da təbiətə. Təbii, bu yəni. öz-özlüyündə risklər yaradır. Əgər zərərverici orqanizmlərin iqtisadi ziyanlı həddini gözləmədən, tətbiq normalarını gözləmədən çiləmə, dərmanlama apararlarsa, bu təbii ki, həm təbiətə, həm kənd təsərrüfatı məhsuluna və eyni zamanda ətraf mühitə nəhayətində insanlara da ziyanı ola bilər. Yəni, bu istiqamətdə də düzgün mübarizə tədbirləri aparmaq, ətraf mühit üçün təhlükəsiz, bioloji, ekoloji təhlükəsiz kimyəvi preparatlardan və nəhayət bioloji mübarizə vasitələrindən istifadə etmək bizim Kənd Təsərrüfatı Nazirliyi olaraq birbaşa Aqrar Xidmətlər Agentliyinin öndə gələn vəzifələrindən biridir. Və bu istiqamətdə biz həm fermerlərə təlimlər keçməyi planlaşdırırıq, təlimlər keçirik. Həyata keçirirsiniz bu təlimləri, biz görürük tez-tez. Və eyni zamanda təlimlərlə kifayətlənməyib, qeyd etmək istərdim ki, Aqrar Xidmətlər Agentliyinin nəzdində bioloji laboratoriya da mövcuddur. Bu bioloji laboratoriya dedikdə sırf kənd təsərrüfatına yönəlmiş faydalı həşəratları, parazitləri, entomofagları istehsal edə bilən laboratoriya. Faydalı parazitləri. Bəli, faydalı. Biz kadrları görürük, hal-hazırda tamaşaçılar da görür. Bu laboratoriya əməkdaşlarının iş prosesidir. Eyni danışdığınız mövzudur, yoxsa? Eyni ilə qeyd etmək istərdim ki, hal-hazırda kadrlarda görsənən laboratoriya Gəncədə yerləşən laboratoriyadır. Bu cari ildə açılıbdır. Qeyd etmək istərdim ki, bu laboratoriyanın açılması hələ ötən ildən Cənab Nazirin tapşırığı ilə ölkədə qəhvəyi mərmər bağacığına qarşı istifadə olunacaq bioloji istehsal vasitəsi dünyada tanınmış samuray arısının istehsalına nail olmaq tapşırığı qoyulmuşdur. Məhz ötən ildən etibarən bu tapşırığın icrası məqsədi ilə biz beynəlxalq təcrübəni araşdırdıq və qardaş ölkə Türkiyə ilə əməkdaşlıq çərçivəsində onların geniş təcrübəsi var bu sahədə. Onların köməkliyi ilə, elmi praktiki köməkliyi ilə biz nəhayət bu ildə bu laboratoriyanın açmağa nail olduq və artıq bu istiqamətdə praktiki işlər görülməkdədir. Yəni Cəfər müəllim, biz əvvəllər o samuray arılarını xaricdən belə başa düşdüm, alırdıqsa, gətirirdiksə, indi artıq özümüz istehsal edirik. Düzdür, yoxsa yox? Xeyr, əvvəllər bu təcrübə bizdə hətta heç yox idi. Əvvəllər bu qədər təhlükə yox idi. Həm yox idi, həm də qeyd etmək istərdim ki, biz 21-ci, 22-ci ildən etibarən qəhvəyi mərmər bağacığı bizim ölkəyə yayılmaqdadır. Belə demək mümkünsə də işğal etməkdədir. Ona qədər region dövlətlərində, istər Gürcüstan olsun, istər Türkiyə olsun və nəhayət İtaliya olsun, orada artıq geniş yayılmaqdaydı və o dövrlərdən etibarən həmin ölkələr bu və digər mübarizə vasitələrindən, o cümlədən bioloji mübarizə vasitələrindən istifadə edərək, yəni konkret olaraq samuray arısından istifadə etmək, onun çoxaldılması və təbiətə buraxılması ilə bağlı işlər görürlər və 23-cü ildən etibarən bu artıq kütləvi yayılması Azərbaycanda müşahidə olunduğu dövrlərdən etibarən bu həm qarşıda duran hədəflərə çevrildi və nəhayət ötən ildən etibarən konkret hədəf qoyulmuşdu ki, həm təbiətə buraxılmasına nail olaq və nəhayətində də ölkədə bu samuray arısının istehsalına nail ola bilək. Deməli, mən istəyirəm diqqətinizi, dəyərli tamaşaçılar, hörmətli fermerlər, bir məsələyə çəkim. Biraz əvvəl adını çəkdiyimiz elə samuray arılarını Cəfər müəllim sağ olsun, Gəncədən dedi, həmin elə adını çəkdiyi laboratoriyadan göndəriblər. Xüsusi Şüşə kolbanın içərisindədir, səhv eləmirəmsə. Mən istəyirəm tamaşaçılar da görsün. Zəhmət olmasa ətraflı məlumat verin bizə. Bu barəsində bəhs etdiyim samuray arısının
biz keçən ayın əvvəllərindən etibarən bu laboratoriyanı yaratmaqda nail olduqdan sonra Türkiyədən gələn ekspertlərlə bir yerdə həm idxalı və təbiətə buraxılması eyni zamanda ölkədə istehsalına başlanıldı. Bu əlimizdə gördüyümüz bu tübdə xüsusi tüblərdir. Görünürmü orada Cəfər müəllim? Ümidvaram kamerası görünmür üçün kamerası çəkə bilir. Bu çox incə, xırda, faydalı həşəratlardır. Və bunun işinin adı məhz qəhvəyi mərmər bağacığının yumurtalarını parazitləmək, yumurtalarını öz yumurtası ilə sirayətləndirib onu məhv etməkdən ibarətdir. Biz də cari ildə artıq əminliklə deyə bilərik ki, təbiətə buraxıldıqdan sonra artıq biz ölkə olaraq da növbəti illərdə cari ildən etibarən kütləvi istehsalına başlanılacaqdır məhz bu faydalı həşəratın. Qeyd etmək istərdim. Bu ekoloji mübarizə yoludur da, düzdürmü? Bu ekoloji... Təbiətə çox da müdaxilə eləmədən, kimyəvi preparatlar kimi zərər vermədən, mən bunu deyirəm, bilmirəm nə dərəcədə doğru deyirəm. Əslində belədir də, yəni kimyəvi preparatlar istər-istəməz nəinki bəşəri təbiətə, eyni zamanda kənd təsərrüfatına da, nəticədə istehsal olunan məhsullara da qaçılmazdır onun təsiri. Amma bu daha belə deyək də ekoloji və ziyan vermədən olan metoddur. Düz vurğuladınız. Qeyd etmək istərdik ki, istər qəhvəyi mərmər bağacığı olsun, istər digər həşərat növləri olsun, zərər vericilər olsun, bunlar təbiətdə mövcuddurlar. Bunlar təbiətdə öz təbii areallarında, məsəl üçün, konkret olaraq qəhvəyi mərmər bağacığı Şərqi Asiyada təbii arealı hesab olunur. Bizim regiona gəlmə, işğalçı zərər verici kimi qəbul edilir. Onun təbii arealını bu elə də kənd təsərrüfatına, aqrar sektora kütləvi ziyan vurmur. Niyə? Çünki o təbii mühitindədir və təbii mühitdə olduğu təqdirdə onun özünün təbii düşməni, başqa sözlə desək, məhz bu samuray arısı onun təbii balansını saxlayır. Bizim ölkədə, bizim regionda müxtəlif yollarından, istər uçuş, istərsə də digər insan antropogen amillərlə, nəqliyyat vasitəsi ilə miqrasiyası artıq baş verib. Gürcüstanda, Türkiyədə, İtaliyada geniş yayılıbdır bu zərər verici. Təbii olaraq da onun təbii düşməni olmadığından o özünü burada sərbəst hiss eləyir. Və populyasiya eləyir, çoxalır. Və inkişaf edir və populyasiyası artır, kütləvi iqlim imkan verdikdə bunu bir sahib bitki, iqlim və təbii amilləri nəzərə alsaq, bir üçgən kimi düşürsək, bu artıq özünü sərbəst edir, onun təbii düşməni yoxdur. Məhz bu amili bizim təbiətə daxil etmək üçün biz bu dünyanın qabaqcıl ölkələrin qonşuda, regionda, Türkiyədə geniş yayılmış metoddan bioloji mübarizə vasitəsilə samuray arısının təbiətə buraxılmasını icra etdik, hədəfə qoymuşuq. Burada məqsəd həm pestisid yükünü azaltmaq, qeyd etdiyiniz kimi fermerlər pestisid yükünü azaltsın və təbiət zamanla, bunun üçün bir ola bilsin 4 il, 3 il, 5 il ehtiyac olsun, zamanla təbiətdə balansına nail olmaqdan ibarətdir. Mən istəyərdim ki, tamaşaçıların daha rahat başa düşməsi üçün bu inteqrel mübarizənin mahiyyəti və tətbiq prinsipindən danışaq. Bu tamam başqa bir sahədir, istiqamətdir, düzdürmü? İnteqrel mübarizə nədir, necədir? Bayaqdan bəhs etdiyimiz, məsəl üçün, bioloji mübarizə vasitəsi olan faydalı həşərat, entomofaqı, məhz inteqrel mübarizənin bir elementidir. İnteqrel mübarizə dedikdə, yəni inteqrə olunmuş kompleks elmi əsaslı mübarizə, zərərvericilərə qarşı mübarizə metodunu özündə ehtiva edir. Məqsəd nədir? Məqsəd odur ki, həmən pestisid həll yolu kimi görsənmir burada. Burada elmi əsaslı müşahidələr aparılır, yəni zərərvericilərin təbiətdə, sahədə inkişafını izləmək üçün təbii alətlərdən, ətraf üçün təhlükəsiz alətlər, deyək ki, feromonlardan istifadə olunur. Feromon tələdən söhbət gedir. Feromon tələdən, attraktantlardan və yaxud da ki, digər tutucu vasitələrdən istifadə olunur. Onun inkişaf dinamikası öyrənilir. Artıq sahədə müəyyən bəlli həddə müşahidə olunduğu halda ona qarşı mümkün qədər bioloji mübarizə vasitələri. Bizim timsalında bağacığa qarşı məsələn samuray arısından istifadə olunur. Bəzən deyək ki, pambıq sovqasına qarşı o da həmçinin
bizim laboratoriyada istehsal olunur, kütləvi şəkildə trixogrammadan istifadə olunur və digər faydalı entomofaglar, parazitlər, bioloji mübarizə vasitələri var. İstifadə olunur və nəhayət, əgər bu həmin zərərvericilərin, bu və digər zərərvericinin inkişafı populyasiyasını aşağı salır və nəhayət ən son addım kimi yenə də ətraf mühit üçün təhlükəsiz, təbiətdə, torpaqda tez parçalanan son anda kimyəvi pestisidlərdən istifadə olunur. Yəni, bu kompleks bir yanaşmadır. Bunu biz fermerlərə aşılamağa çalışırıq ki, bu mümkündür. Təbii mexaniki mübarizə vasitələrindən ilk öncə istifadə olunur və ən son anda zərurət yaranarsa, ətraf mühit üçün təhlükəsiz pestisidlərdən istifadəsi məsləhət görülür. Cəfər müəllim, bu belə deyək də, samuray arılarını fermerlərə dövlət verir, yoxsa bu ödənişli əsaslarlandır? Bir dənə bunu da deyin, zəhmət olmaz. Bilirəm ki, indi bizim insanlarımız soruşacaqlar onu ki, biz bunu haradan əldə edirik? Bizim hal-hazırki mərhələdə qeyd etmək istərdim ki, çıxışım əvvəlində də qeyd etdiyim kimi, biz hazırki mərhələdə 15.000 civarında samuray arısını həm Şəki-Zaqatala bölgəsinə, həm Xaçmaz bölgəsinə buraxılmasını həyata keçirdik. O bölgələrimiz bizim daha çox fındıqçılıqla məşhur olan bölgələrdir. Orada mərmər bağacığı var da, qəhvəyə mərmər bağacığı. Eynən, bu bölgələr o bölgələrdir ki, məhz bizim mütəmadi monitoring müşahidələrimiz nəticəsində ocaq bölgə dediyimiz bölgələrdir. Ora təbiətə buraxılmasını həyata keçirdik. Niyə təbiətə buraxdıq? Təbiətə buraxmağın əsas məqsədi ondan ibarətdir ki, bu arı buraxılan yerdə kimyəvi mübarizə həyata keçirilməməlidir. Yəni, kimyəvi mübarizə, özünüz də gördünüz. Kimyəvi mübarizə bunu da məhv eləyə bilər. Bəli, əlbəttə ki. Məhz ona görə də bu təbiətə buraxıldı. Tərəfimizdən dövlət tədbiri kimi həyata keçirilmişdir. Sonraki illərdə də bu sayı artırmaq hədəfə qoyulubdur. Bu say artdıqca məqsəd təbiətdə bu həşəratın, bu faydalı həşəratın populyasiyasını oturtmaq, yerləşməsini təmin etməkdən ibarətdir. Və digər o zərərvericilərin populyasiyasını azaltmaq. Təbii olaraq, çünki bunlar öz yumurtalarını sirayətləndirirlər, ekranda da göründüyü kimi bağacığın yumurtaları üzərinə qoyurlar. Və bundan sonra təbiətdə balansını, tarazlığını tapdıqda, çünki mütəmadi olaraq, paralel olaraq monitorinqlər aparacaq və məsəl üçün İtaliya təcrübəsində artıq 4-cü, 5-ci illərdə bunun nəticəsini görməyə başladılar. Təbiətdə toplanan bağacıq yumurtalarının artıq 50%-dən çoxunda məhv olma, sirayətlənmə müşahidə olunur. Bu nədir? Uzun, müəyyən bir proqramın nəticəsi olaraq, məqsəd yönlü proqramın nəticəsi olaraq bu nəticəyə əldə etdilər. Yəni, bizim hədəfimiz təbiətə buraxmağını təmin etməklə təbii balansa, təbii tarazlığa nail olmaqdan. Yəni, sualın cavabı odur ki, fermerlərin bunu axtarmasına ehtiyac yoxdur. Bunu zaten dövlət edir, bunu onsuz da dövlət edir və dövlət bu məsələdə strateji məsələ olduğuna görə hədəf qoyub qarşısına. Və yekuna doğru son sualım, vacib sualdır. İndi ağlıma gəldi ki, yaxşı, biz bu samuray arılarını təbiətə buraxırıq. Bunların sonradan digər bizim təbiətimizə, bizim iqlimimizə mənfi təsiri ola bilərmi? Yəni, bizim, belə deyək, bioloji, yəni, həm də ərazi olaraq, hansı ki, o ərazilərə, siz onu belə deyilsə, faunamıza, bioloji riskləri varmı digər arı növlərinə və digər faunaya? Çox sağ olun. Bu, məhz bu həşəratın adının arı olduğunu da biraz nəzərə alsaq, bu kimi sualların gəlməsi, olması təbiidir. Öncə qeyd etmək istərdim ki, bu istiqamətdə geniş elmi araşdırmalar həyata keçirilir və keçirilməkdədir. Bir də ki, bağacıq gələrkən özünlə təbii olaraq, misal üçün, Gürcüstan, İtaliya, Türkiyə artıq bunu geniş miqyasda təbiətə buraxır bu samuray arısını. Və belə deyək, ətrafımızda artıq samuray arısı var. Bizim təbiətimizdə də olması bugünün sabahın işidir. Bizim məqsədimiz məhz bu samuray arısının
təbiətdə yayılmasını, yerləşməsini sürətləndirməkdir ki, o balansa tarazlaya bilsin. Sizin sualınıza gəldikdə ki, bizim faunamıza hansı dərəcədə risk doğura bilər, xüsusilə məişət arılarına, bal arılarına, arıçılığa nə risk? Ümumiyyətlə qeyd etmək istərdim ki, heç bir bunun riski yoxdur. Təsadüfi deyil ki, əyani nümunə kimi gətirdiyimiz bu, studiyaya gətirdiyimiz bu həşərat göründüyü kimi çox xırda, narın bir həşəratdır, canlı orqanizmlər. Bizə göstərək, o şüşənin içərisində operatorlarımızdan daha iri, yaxın kadrları verə bilək. Çünki çox xırdadır. Ümidvaram görə bilirlər. Ola bilsin, indi bizə qoşulan tamaşaçılar var. Söhbət samuray arılarına gedir. Gəncədən gəlib, geri gəlmişkən laboratoriyadan bizim bu kolbamız. Ümumiyyətcə, bu arılar, bu həşəratlar bal arıları ilə, tozlandırıcılarla heç bir rəqabət aparmırlar. Yəni, onlar nə kütləvi tozlanmada iştirak eləyir, nə bal arılarının sirayətləndiyi, həssas olduğu varroa, gənəs olsun, digər xəstəlik törədiciləri olsun, bunun vektoru deyil, daşıyıcısı deyil. Bu, ya şeh suları ilə qidalanır və yaxud da ki, çox narın nektar, çiçək nektarları ilə qidalanır. Və bunun yaşayış sikli, inkişaf dövrü məhz bağacığın inkişaf dövrü ilə paralel həyata keçirir. Ondan sonra məhv olur. Bəli. Bir də qeyd etmək istərdim ki, bunu məxsusilə vurğuluyum. Bu istiqamətdə də araşdırmalar... Ölçüsü də balacadır, bizim bildiyimiz arılardan çox balacadır. Bəli, bəli. Diqqət yetirsəz 3-4 millimetr civarındadır. Qeyd etmək istərdim ki, bizim təbiətdə bu arıların, belə deyək, qohumları demək mümkündürsə də, müşahidə olunur. Biz həm təbiətə buraxarkən... Yerli samuray arılar demək olar onlara. Yerli bizim faydalı həşəratlar var, amma onlar daha çox başqa növ bağacı təbiət daxı bu tək bu zərər verici deyil. Başqa növ zərər vericiləri sirayətlənməklə, yəni bizim təbiət üçün endemik olan zərər vericiləri sirayətləndirməklə məşğuldurlar. Bunlar məhz spesifik olaraq qəhvəyi mərmər bağacının yumurtalarına daha çox həssasdırlar, onları daha çox sirayətləndirirlər. Başqa sözlə desək, təbiət üçün risk barədə təhlilləri həm xarici əcnəbi ekspertlər tərəfindən, eyni zamanda bizim də qarşımızda duran işlərdən biri də budur. Mütəmadi olaraq monitorinqlər həyata keçirilir və bu istiqamətdə nəticələr qənaətbəxşdir. Çünki bunun bağacığın törədəcəyi riski nəzərə almaqla samuray arısından faydalanma əhəmiyyəti həddindən artıq önəmlidir. Nəinki bu samuray arısının, misal üçün, təbiətdə bunun riski nə ola bilər? Digər bağacıq növlərini, onu da ətraflı araşdırma aparılmalıdır regiona xas, onları sirayətləndirmək. Başqa sözlə desək, samuray arısının ətraf mühit üçün ekoloji baxımdan məhz təbiətimiz, faunamız üçün heç bir riski gözlənilmir, yoxdur. Amma bununla belə biz bu monitorinqlərimizi apararkən o amilləri də nəzərdən saxlayırıq təbii olaraq. Cəfər müəllim, mən sizə minnətdaram, çox sağ olun. Bilirəm ki, masamızın üzərində tamaşaçılar görmür bəlkə də. Elmi araşdırmalarınız var, siz elm adamısınız, həm də xaricdə təhsil almışsınız, məqaləniz var ki, hələ işığınızı görməyib. Tezliklə biz istəyirik ki, o məqalə işığınızı görsün. Geniş ictimaiyyət, insanlar, bu sahədə olanlar, kənd təsərrüfatıyla məşğul olanlar, olmayanlar, fərqi yoxdur. Bilsinlər, öyrənsinlər, siz bununla bağlı həm də çalışdığınız qurum, Aqrar Xidmətlər Agentliyi kifayət qədər geniş auditoriyaya davamlı maarifləndirmə işləri həyata keçirirsiniz. Bütün komandanıza və sizə bu işdə uğurlar arzulayıram və təşəkkür edirəm ki, gəldiniz və bizim fermerlərə, ümumiyyətlə tamaşaçılara bu haqda ətraflı məlumat verdiniz. Çox sağ olun Ruslan müəllim, mən bir daha təşəkkürümü bildirirəm. Çox sağ olun ki, siz də belə həssas mövzulara diqqət ayırırsınız. Biz bir daha qeyd etmək istərdim ki, sizin vasitənizlə daim fermerlərimizə xidmətindəyik. Fermerin dostusuz. Fermerin dostuyuq. Dost olaraq həm xidmət edirik, həm də ki, birbaşa məsləhət də veririk. Çox sağ olun, minnətdaram sizə. Bu, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov idi. Biz bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün, təhlükəsiz istifadədən danışırdıq. Daha çox ekoloji baxımdan təbiətdə olan zərər vericilərlə mübarizədən
danışdıq və əyani olaraq həm də göstərməyə çalışdıq bugün sizə. Əziz fermerlər, dəyərli zəhmətkeşlər, bugünlük bu həftəlik Fermerin Real Dostunda sizinlə sağollaşıram. Növbəti verilişlərdə görüşəcəyik. Hələlik.